Dəyərli izləyicilər, hamını salamlayıram. Budur bizim növbəti videomuz. Videonun səbəbkarı olacaq ki, GS Cosmetic adlı bir müəssisə var idi. AliExpress adlı marketplace-də müxtəlif tiraja aid olan məhsulları satışı ilə məşğul idi. Əsasən də fokuslanmışdı fırçalara. Amma əlavə olaraq belə bir tevarilər də satışda var idi. Tevarlərin əksəriyyəti Razorok şirkətə aid olan tevarlərin kopyaları idi. Müxtəlif belə deyək modifikasiyalar var idi. Biraz üstlərində işlənmiş, belə deyək qapaqların formasını biraz dəyişməklə, nə etməklə, amma xarakteristikalara görə, spesifikasiyalara görə birə-bir Razorokun müxtəlif modellərin kopyaları idi. Üstəgəl mən əgər səhv etmirəmsə, Mükil şirkətinin R41 adlı üzqırxanın da həm paslanmayan poladdan, həm üstəgəl də bronza materialdan, gümüşdən hazırlanmış üzqırxanlar var. Bir sözlə, yəni ki, fokuslanıb tiraja aid olan məhsullara. GS Cosmetic. Hal-hazırda AliExpress marketplace-ə girsəniz, GS Cosmetic yazsanız, siz bu kimi üzqırxanı orada tapa bilməyəcəksiniz. Niyəsi ondan ibarətdir ki, bizim regiona satışı dayandırıb, bilmirəm səbəbi nədir. Amma yəni ki, fakt olaraq budur. Əvvəl var idi, indi yoxdur. Amerika üçün var, amma Azərbaycan üçün yoxdur. Bilmirəm, səbəbi nədir, yalançı çıxar. Məhz bu səbəbkarımız hazırlanıb paslanmayan poladdan və görürsünüz Çin əlifbası ilə nəsə yazılar var. GS, yəni GS Cosmetica aiddir. T.7. O deməkdir ki, 07 qəpə məxsus olan tevaridir. Bu başlığın deməli spesifikasiyası Made in China, unique nömrə gördüyünüz kimi və burada gördüyünüz CNC tezgahın qapağın alt tərəfində olan izlər. Yəni ki, hamarlaşdırılma güzgüyə qədərdir. Görürsünüz, çox keyfiyyətlidir və onu da qeyd edeyim ki, qiymətinə baxanda onu da qeyd edeyim, bu deməli GS Cosmetic T07 model, bu başlıq. Qulplar müxtəlif seçə bilərsiniz. GS Cosmetic-də mən bunu seçdim, kifayət qədər ağırdır, yoğundur və ağırlıq kifayət qədər ağırdır. Bu paslanmayan poladdandır. CNC tezgahda hazırlanıb. Qulplar GS Cosmetic-də müxtəlifdir. Titandan başlamış, sonra alüminium, yalançı çıxaram. Paslanmayan polad və gümüşdən olan telləri var, bu qulpları var. Özünüz seçə bilərsiniz, hansı sizə daha uyğundur, daha xoşdur. Buyurun, keçid ala bilməyəcəksiniz, çox bağışlayın. Ancaq necə, hansı yolla? Əgər AliExpress-də registrasiya eləyəndə VPN-lə, nə ilə Amerikanı görsətsəniz, Amerika akkauntla, bir sözlə baş ağrıdır. Kimin həvəsi var, buyursun, məşğul olsun. Qaydaq bu GS 07, dediyim kimi, Razorok şirkətinin modellərin kopyalarıdır. Bu başlıq hansı modelin kopyasıdır, deyim sizə, Razorok Mamba adlı, o da 07. Bütün belə deyək, spesifikasiyalar eynidir. Hər iki başlığın, həm GS Cosmetic-də, həm də Razorokda. Hər bütövdə, yəni ki, başlığa baxsanız eyni ilədir. Forması, bütün ölçülər, nanometrə qədər, yəni birə-birdir. Qəp 07, deməli, GS Cosmetic-in T7 modeldə, həm Razorok Mambada da 07. Ölçüləri 23, eyni uzunluğu burada bu üstü belə deyək də başlığın 42 ya 43 millidir, standartdır adətən. Çəkiləri də belə eynidir. Bəlkə orada 0-100-dən nə qədər fərqi olar. Məncə bu qədər.
ekspozisiya isə tiyənin neytraldır. Deməli o nə deməkdir? Çox yumşaq qırxır bu üzqırxan. Yəni neytral ekspozisiyaya malik olan tevari başlıqlar əksəriyyəti çox yumşaq qırxır və üstəgəl də qəp də o qədər böyük deyil, 0.7-dir, yəni hardasa ortalanmadır və üzqırxmaq belə Mambanın bu kopyası DS Cosmetic T7 başlığı ilə çox komfortlu, çox yumşaq, belə deyək də sizdə belə yaddaşınızda qalan o olacaq ki, çox komfortlu, təzə klassik tıraşa gələnlər üçün çox məsləhətli bir üzqırxandır. Çox komfortlu, çox yumşaq, sanki heç bir fərqi yoxdur o biz tanıdığımız kaset üzqırxanların və üzqırxmaqda məsələ o səviyyədə olacaq. Yəni ki, təmiz güzgüyə, yəni ki, o alınmır, görürsüz orada burada nə isə saxlayır. Hardasa əgər hansısa bir tevariyə biz 5 maksimum olsa qiyməti, bu tevarinin üzqırxmağı 4 üstəgəl deyərdim. Amma 4 üstəgəl hansı hallarda əgər siz buna iti bir tiyə yerləşdirsəniz, misal üçün Bic və yaxud Gillette Platinum, sonra Fizer və belə kifayət qədər iti tiyələri yerləşdirsəniz, 2-3 pasa, onu da deyim ki, dünənləri qırxdım ki, yaddaşımı yenəliyim, necə qırxır və yalançı çıxmışsın önünüzdə. Mən bir gündən bir qırxıram, 2 sutkalıq deməli saqqalımı qırxmışdım. Çox yumşaq, çox komfort, belə demək olar ki, həzz aldım, demək yox, yəni elə də oldu, həzz aldım bu tıraşdan. Amma nəticə belə məni tam da belə qane etmədi, amma əslində qane etdi. Yəni mənim üçün belə böyük fərq yoxdur. Çox da belə ideallığa çalışıram getməyim ki, nə qədər çox ideallığa dalınca qaçsanız, bu məsələdə üz qırxmaqda o qədər çox üz zədə alacaq, çapıqlar əmələ gələcək, ona görə xeyir. Yəni normaldır. Mənə qalsa, yəni ki, ideal bir üz qırxandır. Çox xoşuma gəldi, çox bəyəndim. Razorok Mambanın kopyası. Belə mən bildiyim qədər Bakıda bizdə bir yoldaş var. Bizim qrupdadır. Bu həvəskarlarımın arasında. Çalışaram, xahiş edərəm, əgər varsa kimdəsə, bunları yanbayan bir dəfə qoyub bir ayrı bir video çəkək. Belə məndən məncə bu qədər. Ayrı nə qaldı ki mənim? Gəlin mən tiyəni də yükləyim, sizə göstərim tez bir zamanda. Tiyəni artıq çıxardıb hazır qoymuşum. Bu yazıları göstərmişdim. Əgər siz deməli Game Changer haqqında videomuza baxmışsınızsa, bizim kanalda orada görmüşdünüz, bu çıxıntılar adətən olur qapağın içində, hələ ki tiyə yüklənilir, yerləşdirilir. Tiyə ideal oturur, ehtiyatlı olaq, parmaqlarımızı kəsmir. Mən də kamerada ideal oturur, oynaması minimaldır. Qapağı götürür. Kəsəcəyəm yoldaşlar, yox kəsmədim. Qapağı götürür, ehtiyatla yerləşdirir, oturdu. Bunu da sıxaq. Fokusa görə üzülmüsən. Fokuslanıram. Okey. Bağlandı. Belə görürsünüz, çıxıntı minimaldır qapağın altından. Hər iki tərəfdən eynidir. Hər iki tərəfdən eynidir gördüyünüz kimi. Belə. Ekspozisiyası neytraldır. Əgər buradan bir xətt çəksək, belə. Neytraldır. Belə, məncə bu qədər tanışdım gördüyünüz. Qulaqları çıxmır tiyənin. Bəzilər üçün bu çox yaxşı haldır, mənim üçün yox. Niyə? Tiyələrin buraxan belə deyək də müəssisələrin əksəriyyəti tiyəyə yapışqan əlavə edirlər. Üstünə ki, kağızda o oynamasın. Yəni transportirovka olanda daşınma zamanı tiyələr kağızın içində kütləşməsin, bilmirəm.
o nə kimi poladdan hazırlanır ki, kağız onu kütləşdirir. Mən o anı anlamıram. Ona görə də yapışqanlı olanda, üstəgəl qulağı olmayanda, tıraşdan sonra yaş əllərlə yükləyib çıxartmaq, qulağı çıxmayanda, belə deyək, tiyələrin deyirəm. Tevari üzqırxanların başlığından kifayət qədər ehtiyatı əldən vermək olmaz. Yəni kəsmə ehtimalı çox maksimaldır. Belə bu qədər. Məncə bəsdir. Videodan xoşunuz gəlibsə, buyurun like qoya bilərsiniz. Hər nəsə mən demədim, siz bilirsiniz, yaxud hansısa bir sualınız varsa, komment bölməsində bu videonun altında olan, orada öz yazılarınızı saxlaya bilərsiniz. Çalışaram cavab verim hamısına. Sonra maraqlıdır sayırsınız, kimin üçünsə olar, bölüşə bilərsiniz bu video ilə. Və çox şad olardıq bizim kanalımıza abunə olsanız, bizim kanalda kifayət qədər bu tıraş mövzuya olan bu kimi tevarilər, fırçalar, başqa məhsulların haqqında informasiya verilir. Bu qədər, sağ olun, gələn görüşlərinə qədər, sağ olun.